Hər bir salamı dəyərli şagirdlər. Mən Adəm müəllim. İndi sizə güvən sınağı üçün 9-lu buraxılış üçün izah eləyəcəm. Diqqətli olun. Sınağa keçməmişdən əvvəl özünü işləyin, sonra sizə faydası toxunsun, sonra izaha baxarsınız. Hasili 200-315 olan ədədlər üzründən hansı qarşılığı sadə deyil? Qarşılığı sadə deyilsə, onlar bir-birinə bölünməli, yəni eyni bir ədədə bölünməməlidir, belə deyək. Yəni o qarşılığı sadədir, yəni ortaq bölünən yalnız bir olan ədədlər qarşı sadədir. 1 ilə bitən ədədlər qarşılığı sadədir. İndi 3 ilə 105-ə baxanda bunların hər biri 3-ə bölünür. Ona görə bunlar qarşılığı sadə deyil. 2. Qanun hansı qiymətdə bu kvadratın 2 bərabər kökü var. Deməli, diskriminant 0-a bərabər olmalıdır həmin halda. Yəni b kvadratı çıx 4ac bərabər 0. Bizim də a-mız 1-dir, b-miz -8-dir, c-miz də k-dır. Yəni b kvadratı 64 minus 4k bərabər 0. 4k bərabər 64. K da bərabərdir 16 və doğru cavab olacaq C variantı. Üçüncü, irrasional azad edən zaman uşaqlar tez bunların üzərinə bir dənə kvadrat qoyaq. Bax, eyni şəkildə. Bax, bunun kvadratı 9, 5. Bax, bu formada. 5 çıx 1. Bu formaya yazıda saxlayın. 4. İndi müxtəsər, yəni qoşmasına vuranda çıxma olaraq vuracağıq da biz bunu. Bax, 9-dan 5, 4. Yuxarıda da 4. Toplama burada var. Kök altda 5 minus 1. 5-dən 1, 4. 4-lər gedir. İndi baxırıq. 3 çıx kök altda 5. Üstə gəl kök altda 5 minus 1. Kök altda 5-lər gedir. 3-dən 1 çıxanda qalar nə? 2. Doğru cavabımız 2-yə bərabərdir. Xaricdən toxunan iki çevrə. Bax, iki çevrə götürürük. Bu çevrələr xaricdən toxunur bir-birlərinə. Mərkəzləri arasındakı məsafəni tapmaq üçün hər iki radiusu toplamaq lazımdır. Yəni 6 ilə 24 toplayanda eləyər artıq 30 Y variantı doğru olacaq. 5-də alfa bucağını soruşur. Və burada baxıram ki, bucaqlar eyni adlı olduğuna görə alfa ilə beta bir-birlərinə bərabərdir. Alfa bərabər beta. Alfa soruşur. Beta'nın yerinə alfa qoyub hesablayırıq. 4 alfa minus 28, 108. 3 alfa bərabərdir 108 olarsa alfa bərabər olur nə? 36 dərəcə və C variantı doğrudur. Kvadratın tərəfinə 10% artırsaq perimetr. Tərəfinə neçə faiz artırırıqsa perimetr həmin faiz artacaq kvadratda A bəndi. A ədədin əksi mənfi A-dır. Tərsi 1 bölünsün A-dır. Hasilini tapanda A-lar gedir. Qalır mənfi 1. Doğru cavab isə C variantı olur. Digər 8-ci sual. Kvadrat əlinin kökləri x1 və x2 olarsa kökləri olan kvadrat əllik. Yəni mən bunları bir dəfə toplayım, vurum bir-birlərinə. x1 bölünsün x2. Vur, x2 bölünsün x1. Hamısı gedir olur nə? 1. Bir dəfə toplayayım. x1 bölünsün x2. Üstə gəl x2 bölünsün x1. Bərabər. x1, x2 məxrəzdə. x1 kvadrat topla x2 kvadrat surətdə. Yuxarıda müxtəsər modulunun köməkçisindən istifadə edərək x1 plus x2-nin kvadratı çıx 2 x1 x2 x1 x2 məxrəzdə yazsam və cəm burada bizim misalda görürəm cəm 4-dür. Kvadratı eləyəcək nə? 16. Hasil mənfi 2-dir. 2-yə vuranda üstə gəl 4. Böl mənfi 2 hasilə. 20-ni böləndə mənfi 2 elədi nə? Mənfi 10 elədi. Və hasil 1 cəm isə mənfi 10-dan əks işarə ilə götürülmüş olaraq baxın C1 kvadrat tənlik olacaq C variantı. Sonra növbəti suala baxırıq uşaqlar. Bərabər tərəfli ABC tutacağının BC tərəfi üzərində D nöqtəsi qeyd olunub. D nöqtəsi qeyd olunub. BD 5, DC 3 olarsa AD-ni tapın. Baxın, bərabər tərəfli üçbucaq formu çəkək bir dənə. Bərabər tərəfli üçbucağımız olsun bu üçbucağımız. Deyəsən olmadı. Bərabər tərəfli üçbucağım. Çəkdik bir dənə. Bax, belə yazırıq. A, B, C yazırıq. BC tərəf üzərində bir dənə D nöqtəsi götürülüb. D yazdıq bura. BD 5-dir. Bax, bura 5-dir. Bu tərəfi 3-dür. AD-ni tapın. Bir dəqiqə. BC tərəfi BD 5-dir. DC-ni verib 3. DC-ni verib 3. Hə, bura 3-dür.
Bura üstü. Mənə deyir A deyəni tapın. Bax, burada bir dənə x-dir. Mən buradan bir dənə hündürlük çəkərəm. Tərəfi artıq, bax, fikir verin. Bu artıq mediandır, bax, bura. Yəni, həm mediandır, həm də hündürlüyüdür, həm də tənböləndir artıq burada. Deməli, uşaqlar. Axı, deyir, BC-nin tərəfinin üzərində qeyd olunub. Mən AB-nin üzərində qurmuşam bunu. Baxın, bir dənə belə yazaq bunu. Baxın, A, bura B götürək, bura C götürək. Deməli, BC tərəfinin üzərində qoyulub D nöqtəsi. Və deyir, BD 5-dir, D isə 3-dür. Və AD-ni tapın, və AD-ni tapın deyir. Mən də buradan bir dənə hündürlük çəkərəm. Tərəf 8-də, bu tərəf 4-dürsə, bu tərəf 4. Deməli, bura 1-dir. Düzdür? Və biz də burada bilirik ki, kvadratımız tərəfi 8-dir. Deməli, mən bura qoyuram AH. Hündürlük tapıb, sonra A deyilən rahat Pifaqor teoremindən taparam. Deməli, AH nəyə bərabərdir? AH bərabərdir 64-dən kök altı. 64 çıxılsın nə olacaq? 4-ün kvadratı 16. Bu da eləyəcək, bu da eləyəcək. Kök altına 48. Bura kök altında 48 isə, bura məsələn bir dənə x dahadır. X-in kvadratı bərabərdir 48 üstəgəl 1. O da kök altında 49 eləyir. 49-dan da bilirik ki, nə çıxır? Yəni, bizim x-imiz da bərabər olacaq. X-imiz da bərabər olacaq 7 cm olacaq. Sonra növbəti sual 10-cu sual. Yenə də eyni şey kəssən 2 vətənin xassəsinə görə 9 vurulsun 3 bərabərdir 3 vurulsun 12. 9 vurulsun x bərabər 3 vurulsun 12. 36-nın 9-a böləndə qalır 4. Bizə deyir ki, B10-u tapın. Elə B10-umuz nədir? 4 cm-dir. Sonra 11-ci sual. Kəsişmə vurulsun. 2 dənə burada var. A ilə B-nin fərqi 3 dənə B-nin nəyinə fərqinə bərabərdir. Və birləşmə 66 olarsa N-A-nı tapın. Artıq biz bu ifadədə nə yazacağıq? Deməli, yazacağıq ki, 1, 2, 3 nisbətləri ki var, uşaqlar. Bax, 1, 2, 3 nisbəti. Elə bir ki, yazacaq, bax, x bölünsün 2, x, bir də x bölünsün 3. Bax, göz nisbətlərinə yazdıq. Bu da bərabərlə də 66. Bax, uyğunluqla yazın elə belə misalları. Artıq burada nə olacaq? Burada hər tərəfi neçəyə vuracaq bunun? 6-ya vursaq, olacaq 3x üstəgəl 6x üstəgəl 2x bərabər 66. Artıq 11x bərabər 66 olanda x də bərabər olacaq 6. X bərabər olacaq 6. Bizdə nəyə soruşur burada? Yox. 6-ya vurduq, 66-nı vurmadıq. 6-ya. 66-nı 6-ya vuranda 396. 396-nı da götürüb 11-ə bölsək, yenə də 36 olaraq qalacaq. 36. Və bizdən soruşur, N-A-nı tapın. N-A-nı tapın. Bax, belədir də, Venn diaqramımızı belə çəksək, bax, Venn diaqramı bu formada göstərsəm. Bax, Venn diaqramı bu formada göstərsəm. Məsələn, bura x bölü 2-dir, bura x-dir, bura x bölünsün 3-dür. Bu A-dır, bu da B-dir. X 36 tapdı. 36-ın 2-yə bölündə 18, o da elə 36 eləyəcək neçə? 54. Deməli, NA elementi 54-dən çoxluğu var. Sonra 12, qiyməti hesablayın. 64 üzərində 64 üzərində mənfi 9-da 6. 64 üzərində mənfi 3-də 2. Bu da 1 bölünsün. 3-cü dərəcədən kök altında 64-ün kvadratı. Artıq 1 bölünsün 3 üzərində 64 2 üstə 6-dır. 2-yə vuranda 2 üstə 12. 1 bölünsün 12-ni 3-ə böləndə qaldı 4. 2 üstü 4. 2 üstü 4-də 16 deməkdir. Demək bizim doğru cavabımız oldu D variantı. 13. Kəsri ixtisar olunandırsa, K-nın mümkün qiymətlərin hasilini tapın. Yəni, ixtisar olunandırsa biz nə edəyik burada? Yuxarıda elə bir ixtisar olunandırsa, aşağıda olur x minus 3, x plus 3. Yuxarıda olacaq nə? 2x minus k.
İxtisar olunandırsa artıq burada nə iş görəcəyik biz burada? 2x-sa artıq k-nın yerinə elə bir qiymət yazmalıyıq ki, bunlar ixtisar geçsin də. Demək, nə yaza bilərik bura? K-nın yerinə yaza bilərik. Məsələn, 6 qoya bilərik, -6 qoya bilərik. Bax, 6 qoysaq 2x minus 6 olar. -6 qoysaq 2x plus 6 olar. Niyə? 2-ni çıxarsaq x minus 3 ixtisar gedəcək. Digərində x plus 3 ixtisar gedəcək. Biri -6-dır, biri -6, biri müsbət 6. Bir-birinə vuranda olacaq -36. 14-cü sual. Tənli həll edin. Çarpaz vuracaq. Baxın, 2x üstəgəl 6, x plus 8. X bərabər nə oldu? 2 oldu və A variantı doğrudur. Bərabər yanlı üst bucağın yan tərəfinə çəkilən hündürlük digər yan tərəfi ilə 40 dərəcə bucaq əmələ gətirir. Bərabər yanlı. Bərabər yanlı. Deməli, yan tərəfinə çəkilən hündürlük, yan tərəfi ilə 40 dərəcəli bucaq. O 40 dərəcəli bucaqdırsa, hündürlük isə təpə bucağı artıq görsənir ki, təpə bucağı 50 dərəcədir. Təpə bucağı 50 dərəcədirsə, artıq qaldı 130, 65 düşür oturacağı bir şey bucaqlara. Digərdə isə baxın, gördüyümüz kimi olacaq 25. Oturacağı ilə əmələ gətirdiyi bucaq isə 25 dərəcə olacaq və B variantı. Deməli, növbəti sual 16-cı sual. Çevrənin 124 dərəcəli qövsün uzunluğunun radius olan nisbəti A-ya bərabər olarsa, A-nın tam hissəsini tapın. 120 dərəcəlik qövsün uzunluğunun radius olan nisbəti. Yəni, qövsün uzunluğu pi alfa bölünsün nədir? 180 dərəcədir. Yəni, pi r vur 120 bölünsün 180. Radiusa nisbəti, yəni bölünsün r, A olarsa bu A-dır. Yəni, bu r-ləri ixtisar eləyərəm, gedər. Bunları ixtisar eləyərəm. Burada 3, burada 2 qalar. 2 pi bölünsün 3, bu da A oldu 2 pi bölünsün 3. A oldu 2 pi bölünsün 3. Mən də burada pi-ni təqribən 100/14 götürüb, 2-ni 100/14-ə vurub 3-ə bölsəm, 6/28 3-ə bölsəm, qalar 2 tam hissə qalır burada. Artıq tam hissəsi oldu nə qədər? 2 oldu bizim tam hissəmiz. Və salam. 17. Artıq vurub açaq. Məsələn, köşdə birinin altına vuranda birincini vuracaq bax buna, sonra isə digərinə vuracaq. 21 vurulsun 7/3. Çıxılsın kök altı. 21 vurulsun 3 bölünsün 7. 21 3-ə 7. 7'nin kvadratı. 21'i 7'də 3. 3'ün kvadratı. Yəni 7-dən də 3 çıxanda kökdən özləri çıxacaq. Qalacaq nə qədər? 4 qalacaq. Deməli bunun cavabı 4-ə bərabərdir. 49-un B-yə bölməsi alınan qalıq 4 olarsa, B-nin mümkün qiymətlərinin sayını tapın. Deməli nə deyir? 49-u bölək deyir B-yə böl. B-yə böl. Alınan qalıq. Deməli ki, n düşür məsələn. Qalıq 4 qalır. Nə edəcək burada? Artı 49 tapmaq üçün B-ni vuracaq n-ə. Üstünə gələcək 4-ü bərabər olacaq 49-a. B vurulsun n bərabər olacaq nəyə? 45-ə. B-nin mümkün qiymətləri sayı. Yəni qiymətləri vursaq nə olacaq da yəni? B-yə bölməsi alınan qalıq 45 olarsa, B-nin mümkün qiymətləri sayı. Yəni hasildə artıq olacaq 45 olması üçün nə edərik biz? 45-i vurarıq 1-ə, 5-i vurarıq 9-a, sonra 9-u vurarıq 5-ə, sonra 15-i vurarıq 3-ə, 3-ü vurarıq 15-ə. Artıq burada qalıq məsələsi var da deyəndə. Ona görə də artıq burada qalıq nə götürməli? 15 götürə bilmərəm axı bunu. Ona görə yalnız bizdə bu 4 dənə ifadə ki var. B-nin mümkün qiymətlərini sayıb 4 dənə ifadə ola bilər. Sonra 19. Perimetri 64 olan üçbucağın tərəfləri 4, 5, 7 nisbətində olarsa, kiçik tərəf neçə santimetrdir?
Yəni 64 necə? Allahu Ekber, Allahu Ekber. Yaşarlar deməli. 64'ü böləcəyik nəyə? 4 plus 5 plus 7'nin cəminə. Yəni 64'ü böləcəyik neçəyə? 4, 9, 16'ya böləndə 4 qalacaq. C tərəf neçə santimetrdir? Tapdığımız həmin 4'ü vuracaq bu hissə 4'ə. Artıq eləyəcək 16 santimetr. 20'də xətti tənliyinin həlli yoxdur. X-ları bir tərəfə keçməliyəm. Mən yazacağım A2 çıxılsın 2x bərabərdir A minus 4. X-i çıxarsam qalacaq A minus 2 bərabərdir A minus 4. Bax belə ifadə. Deməli, A-nın askimin həlli yoxdur. Artıq həlli olması üçün x-in əmsalı 0-a bərabər olmalı. Digər sıfırdan fərqli olmalıdır. A minus 2 bərabər 0, A bərabər nə oldu? 2 oldu. A çıx 4 əlbəttə ki, sıfırdan fərqli olmalıdır. A da fərqi 4-dən. Deməli, A-nın hansı qiymət həlli yoxdur? A-nın 2 qiyməti həlli yoxdur. X-in hansı qiymətlə mənası yoxdur? Gəlsin o vaxt ki, mənası yoxdur ki, rasional ifadədir ki, məxrəc 0 olsa mənası olmayacaq. Yəni 3x 6 0-a bərabər olsa x olacaq nə? 3x 6 x-a bərabər 2. Artıq x-in 2 qiymətində kəsimizin mənası olmayacaq. Sonra 22-ci misal. İxtisar olunmayandır. Bəli, indi bu başdan deyim ki, ixtisar olunmayan tapmaq üçün qarşılıqlı sadələrin sayını tapmalıyıq. Hesablayırıq. Deməli, 10'da 135 vurulsun olacaq 16 tam 9'da 8. Yəni 10'da 135 vurulsun 9'da 9'u 16'ya vuranda 144 8 152. Yəni artıq ixtisar eləsəm bunu, ixtisar eləsəm burada qalır 76, burada qalır 5. 35, 135'i 5'e böləndə qalacaq 20. 27'ni 9'a böləndə 3, 3'ü 76'ya vuranda 228. Deməli 228'i biz vuruqlara ayırmalıyıq. Əvvəl 228'i vuruqlara ayırmalıyıq. 2'yə 114, 2'yə 114, 2'yə 57, 57'ni 3'ə 19, 19'u 19'a 1. 2'dən 2 dənə, 3'dən 1 dənə, 19'dan 1 dənə. Yəni 228 vurulsun. 1 minus 2'də 1, 1 minus 3'də 1, 1 minus 19'da 1. O da bərabərdir. 228 vur 2'də 1, vur 3'də 2, vur 19'da 18. 2'lər gedir. 18'dən 3 burada qalır 6. 228 ilə də 19'u aparsaq qalacaq nə qədər? 19'u aparsaq qalacaq 6, 2, 18'i aparsaq deməli 12. 12'ni də 6'ya vuranda eləyəcək. Bu da 72. Doğru cavab elə elədi 72. 23-cü suala baxır uşaqlar. Rəsm dərnəyində 15 oğlan və 20 qız məşğul olur. Dərnəyə əlavə bir neçə oğlan və qızların 35% qədər qız gəldikdən sonra oğlanların sayının qızların sayının 2/3 oldu. Yəni 15 oğlan var. Baxın burada 15 oğlan var burada. Biz burada 15 oğlan var. Bir də 15 əlavə gəldi. Bir neçə oğlan gəldi. Və ümumiyyətlə bir neçə oğlan gəldi. Və qızların sayı 35% qədər və qızların 35% qədər. Bax qızların 35% qədər. Yəni qızların 35%, 20'nin 35%, 20'nin də 35%, bax 20 vur 35 böl 100. Bu da eləyir nə? 7. Yəni 27. Bunların nisbətləri artıq 2 bölünsün 3 oldu. Oldu. 45 üstə gəl. 3x bərabər 54. 3x bərabər 9. X bərabər nə oldu? Oldu 3. Hadi dərnəyə əlavə gələn oğlanların sayını tapın. Dərnəyə əlavə gələn oğlanların sayı isə 3'ə bərabər oldu. Vəssalam. 24. Köşklərindən biri 3 olarsa, tez x1 bərabər 3 yerinə qoyuruq.
K vurulsun 3'ün kvadratı. Çıx 7 vurulsun 3 üstəgəl 3 bərabərdir 0. Oldu 9K 21'dən 3 18 çıx 18 bərabər 0. Demək K'mız bərabər oldu 2. Oldu 2K kvadrat minus 7x yox. 2x kvadratı minus 7x minus 3 bərabər 0. Kvadratlar cəmi x1 kvadratı plus x2'nin kvadratı. x1 plus x2'nin kvadratı minus 2x1 x2. Bu da x1 plus x2 7'dir. 7'nin kvadratı. Hasil mənfi 3'dür. 2 vurulsun mənfi 3. Artıq 49 üstəgəl 6 bərabər elədi. Nə qədər? 55. Sonuncu sualımız vuruqları ayırma ilə sadələşmə, ixtisar etmək. Deməli ilk ikisindən, bax baba bu ilk ikisindən, burada da ilk ikisindən. Deməli A-nı çıxarsam çölə qalacaq 3A üstəgəl 4B. Digərindən 5C-ni çıxarsam qalacaq 3A üstəgəl 4B. Aşağıda yenə də aşağıda ifadədə deməli 3A-nı çıxarsam mötərizə xaricinə qalacaq A çıxılsın yox. A yox. 3A-nı çıxarsam çölə qalacaq 2B minus C üstəgəl digər ifadədə çıxarsam deməli 4B-ni çıxarsam 2B minus C yenə də qalacaq. Və deməli yuxarıda A plus 5C 3A plus 4B vuruqları ayırdığımız zaman aşağıda isə 3A üstəgəl 4B 2B minus C bərabərdir. Toplamalar gedir, qalır A üstəgəl 5C surətdə, 2B minus C isə məxrəcdə. Bu qədər şahidlər növbəti videolarda görüşərik.